mən həmişə deyirəm, valideynlər mütləq şəkildə qız övladların bu yetkinlik yaşına çatan dövrdə mütləq yanında olmalıdırlar, qorumalıdırlar. Dost olmalıdırlar. Bəli, dost olmalıdırlar. Onun kimlə oturduğunu, hara getdiyi, nə etdiyin bilməlidir. Və 15 yaşında uşağın, qızın özünün gəlinciyi ilə oynayan yaşıdır. Ailə quran yaşı deyil ki, gedib ailə qursun, orada hətta bir uşaq da dünyaya gətirsin, o uşağa baxsın. Yəni bu özü dünənə kimi gəlinciklə oynayırdı. Bu gün uşağa necə baxa bilər? Necə bir analıq hisslərinin hələ o nə olduğunu bilməyən yaşıdır. Ona görə də əziz valideynlər, daim qız övladlarınızı qoruyun. Ən əsas qız övladlarınızı, ən əsas da bu yetkinlik yaşına çatan dövrlərdə ən çox analar qızları ilə dost olmalıdır, rəfiqə olmalıdır. Onların nə etdiyi, nə etdiyin, ətrafında kimlərin olduğunu mütləq bilməlidir və onlara doğru, düzgün yolu göstərməlidir. Yəni Həmra, indi sən də əlbəttə ki, mən də bilirəm ki, sən də istəməzdin belə bir hal başına gəlsin, belə bir hal yaşayasan. İndi həyatdır. Qınamaq rahatdır həqiqətən. Yox, mən səni qınamıram. Yox, sən qınamaq da istəmirəm səni. Qıraqdan qınamaq. Əksinə mən burada incimə günahı valideynlərində görürəm. Yəni bir nənə ilə böyümüsən, nənədən sonra səni tək buraxıblar, başlı başına buraxıblar. Yəni başlı başına da buraxılanda uşaq əlbəttə ki, o hələ özün idarə eləməyi bacarmır. Yəni düzgün qərarları necə verə bilər ki?